Herkese salam, kanalıma xoş gəldiniz. Tamam, mən Fatimə Əliyeva. Bugün sizlə birlikdə dərsdən sonra, yəni məktəbdən sonra vlog çəkəcəyim. Çalışma vlogu, yəni məktəb, yəni dərs vlogu da ola bilər. Amma düşünəcəm. Bəlkə məktəbdən sonra vlog oldu. Əslində videonu mən məktəb formalarımı atacaqdım. Və bu arada 5-10 dəqiqədir belə gəlmişim. Əynimi falan dəyişdim. Dedim ki, əslində videonu məktəb formalarımı atacaqdım. Sonradan video fikri yadıma düşdü. 3 gündür video atmıram, dərslərə görə falan belə. Amma artıq video atacağam. Nəysə belə, indi nə edəcəyəm? Hər halda dərslərimi, birinci yemək yeyəcəm, sonra dərslərimi yazacağam, sonra televizora falan baxaram, sonra əlavə dərslərimi oxumaqla, yəni əlaqədar olan dərslərimi eləyəcəyəm. Nəysə belə, indi sumkamın, yəni sabahın cədvəlini qoyacağam. Bu arada bugün 4-cü gündür. Hər halda videonu 5-ci gün atarım ya da çalışıb 4-cü gün, bu günləri editləyib atarım deyə düşünürəm. Tez olsun. Nəysə belə, çox uzatmayım. İndi mən gedim yeməğimi yeyim. Sizlə birlikdə videona davam edək. Dediyim kimi dostlar, ilk öncə sabahın cədvəlini qoyacağam. Beləsinə kitablarımı falan düzdüm. İndi bunları sumkama yerləşdirəcəm. Amma təbii ki də oxumağa falan dərslərim var. Yəni təsircə sənət falan var sabahlar bu arada. İngilis dili nəysə beləsinə. Nəysə, indi mən gedim yeməğimi yeyəcəyəm, sonra dərslərimizə keçəcəyik. Əlavə dərslərim də var. Yəni beləsinə testlər, burada dəftərləri var. Bunlar bu arada başqa fənn, yəni başqa dərslərdir. Beləsinə riyaziyyatdan ingilis az dili falan belə. Bunlar əlavədirlər. Mən amma ilk öncə düşünürəm ki, ya məktəb dərslərini yazım, oxuyum falan, sonra bunu əlavələrə keçim. Çünki yəni hələ vaxtıma var əslində bunların. Amma yəni belə, bu arada sabahları da bir dənə vlog gələcək, yəni 5-ci gündür sabahları. Bəlkə yəni təzə bir vlog gələr o vaxtda deyə düşündüm. Nəysə, çox uzatmayım söhbəti, gedim mən yeməyimi yeyim, gəldim. Şimdi yeməğimi yeyəcəyəm, biraz televizora, telefona falan baxacağam, 5-10 dəqiqə yeməğimi falan yeyim. Sonra dərslərimi keçərəm deyə düşündüm. Sonra şey yeyəcəm, Nesquik var ya, atışdırmalı olaraq yəni. Sütün içine koyursunuz. Yəni səhər yeməkdə, amma mən bunu yedikdən sonra təbii ki də biraz fasilə verəcəyim. Sonra dərs çalışarkən atışdırmalıq olaraq nəsə hazırlayaram deyə düşünürəm. Nəysə belə, indi mən gedim yeməğimi yeyim beləsinə. Sonra dərslərimi falan elərik. Bəli dostlar, mən yeməğimi yedim. İndi keçdim otağıma və nə edəcəm? Təbii ki də dərslərimi falan yazacağam. Bəli. İlk öncə nə yazdım? Düşünürəm ki, sabahları edəcəm. Kitab yoxdur, test var olacaq, yəni əlavə olacaq. Diaqnostikal, bəncə təkrarlayacaq falan da. Hər həftənin 5-ci günü bizə riyaziyyatda məktəbdə əlavə olur. Və sabahları da əlavə günümüzdür. Yəni ona görə kitab aparmayacağam. Hər halda düşündüm ki, kitab aparmayacağam. Sadəcə dəftərimi aparacağam, nəsə yazar falan deyə. Sabaha az tarix var. Az tarixdən səhər öyrənirəm, sübh çağı dururam. Səhər tezdən və öyrənirəm. Yəni beləncə asan da olur. Azərbaycan dilindən nə var deyə düşündüm. Ana dili şeiri var. Bu boyda. Amma bizə müəllimə insafa gəlib buraya qədər verib öyrənməyə. Yəni bu qədər şey belə öyrənəcəyəm. İlkin günahı olmaz deyərekdən asan da olaraq deyə düşündüm. Ona görə yəni beləsinə əslində ilk mən bilirəm yəni. Çünki ədəbiyyatdan keçmişdik, hardasa keçmişdik beləsinə. Yəni oradan yadımdadır. Nəysə belə. Sonra nə var? Burada da dəftərim. Bunlar dediyim kimi dəftər, kitabı sumkama qoyacaq. Bunlar səhər sübh çağı dururam, öyrənirəm, aliməm. Belə. Sonra ingilis dili var. İngilislə görüm nə vermiş. İngilislə deyəsən müəllimə tapşırıq vermişdim. Çalışma 6. Bəli. 6 da beləsinədir. Science for already yet never ever that put. Nəysə. Bunlar da yəni bunu yazacağam. Bu yenə burada qalır. Təsir sənətdən albom sumkama qoyacağam. Bir də vocabulary, yəni lüğət verir. Lüğət də əslində bilirəm, yəni öyrənmişəm öncədən. Cavab bir dəfə də yenə təkrarlayacağım təbii ki də, amma üzünə baxım. Bəli. Sonra təbii ki təkrarlayacağam, yəni bunları bəncə atıb getmirəm təbii ki də. Nəysə belə, təsir sənətdə zaten müəllimə rəsm çəkdirir. Yəni oradakı mövzuları oxumağa bir də atış yoxdur. Gərəksiz, yəni bir yana düşəndə zaten gərəksiz. Zaten 9 sinifdə buraxışında təsir sənət keçmir. Nə də ki 11-ci sinifdə universitetdə imtahan verəndə, yəni mənə görə gərəksiz, amma dizaynerlığa verəndə də orada soruşulur. İnanın qruplar haqqında heç bir fikrim yoxdur. Var ya, bilirəm hansı fənlərdir. İxtisaslar haqqında bəzilərində 1-2 dənə belə xəbərim var. Yəni məncə təsirin önəmsiz bir fəndə, dizaynerlıq üçün yəni tarixi falan bilmək təbii ki də önəmlidir. Onu atlamayaq, zəhmət olmasa.
Nəysə belə. Sonra əlavə fənlərim var çalışma. Onu da öyle bir ki xalam yox, əmmimin yoldaşı ingilis dili müəlliməsidir. Oradan mənə qaydalar falan keçir. Nə deyir, beleşə hazırlıq. Belə. Yəni beleşdən hazırlıq keçir. Oradan da tapşırıqlar falan var. Onları yazacağam. Nəysə belə. Dedim ki, bu gün əslində sabahları deyildi hazırlıq, amma dedim ki, bundan sonra tapşırıqları yəni bir gündə bütün tapşırıqlarımı yazacağam ki, sabahsı gün məsələn o tapşırıq olanda ondan öncəki gün onu yazmayayım da, yəni dərs kitabıma qoyum, fisi oxumaq fisi bitdi. Bundan sonra belə dedim, gözümə söz verdim. Ki də söz verirəm, amma sabahsı gün yenə Fatimə eyni Fatimə olur, yəni qəşim buna söz verəndə sabahsı gün dərs konusu təbii ki də sabahsı gün yenə eyni şey olar. Nəysə belə. Düşünürəm ki 6-cı gün xalangilə gedəcəm. Onda da vlog çəkəcəm təbii ki də, bir günlük vlog. Bilmirəm, tam dəqiq bilmirəm, gedəcəm ya getməyəcəm, amma düşünəcəyəm. Getsəm ya anamla gedəcəyim, ya da özüm tək gedəcəyəm. Çünki yəni Xətayda qalırlar, yəni yaxındır. Marşrutla falan gedirəm, yəni tez çatıram, yəni qatarın. Apıb şəhərə gedirəm də, yəni tez çatıram. Onda da vlog çəkərəm təbii ki də, bir günlük vlog çəkərəm diye düşünürəm hələ ki, yəni anam gəlsin falan qaraşdırırıq belə. Nəysə, indi nə deyəcəm, yadımdan çıxdı. Hə. İndi nə edəcəyik? Bunun kimi dərslərimizi falan yazacağıq. Sonra təbii ki də arada belə bir fasilələr verəcək. Gedəcəyəm özümə atışdırmalıq bir şeylər falan hazırlayacağam, nəsə yeyəcəyəm. Ki qoy vaxtımı yox, daha doğrusu vlog biraz əyləncəli keçir. İşıq çox qəşəngmiş. Nəysə, video biraz əyləncəli keçir. Yəni max əyləncəli qədər ola bilər. Telefonu infaq vurdu. Max nə qədər əyləncəli olacaq bilmirəm, amma nəysə belə. Deyəsən vlog mən çox danışdım. İndi keçəmədə dərslərimizə dəhşət çox danışdım. Sonra bəlkə yazmasam da nə var, biraz onları falan göstərərəm. Ya da ki ana qutumu göstərərəm düşünürəm. Onu da hər halda qərarlaşdırarıq, dərslərimi bir yazım bitirim. Nəysə belə günlük dərslikləri keçəcəyim. Nəysə bunları yazacağam. Gəlin onda başlayaq dərs yazmağa. Dostlar, mən gəldim. Azim və ingilisini yazdım. Zaten qısa dərslər qoyacağam. Məktəb dərslərimi yazdım. İndi nə edəcəyəm? Azimini qoyacağam və biraz oxuyacağam. Çünki şeir, yəni 3 bənd verib. Yəni nə qədər oxuya bilsəm. Bizim azim ədəbiyyat müəllimimiz normal eynidir, yəni ikisi eyni müəllimədir. Və bugün ədəbiyyatdan biraz çıxdım ləhvəyə pis danışdığım. Pis danışmıyorum, bəzi hissəni demədim, bir hissəni demədim. Ona görə bu şeiri götürən görəməliyəm ki, sabah gözəl qiymət yazsın mənə. Amma yəni düşünürəm ki, bu şeiri öyrənə biləcəm, yaxşı öyrənə biləcəm. Çünki ilk bəndini zaten hər kəs bilir.
Çünki hansı ədəbiyyatdaydım səhv ya da 5-ci və 6-cı bu şeiri keçmişdik, amma axırı olmalı. Birinci bənd və ikinci bəndi. Nəysə belə. İndi mən gedirəm bir 10-15 dəqiqə bu şeiri təkrarlayım, öyrənim. Təbii ki, şeir yəni oxuyanda bir qısa kəsit qoymayacağam. Çünki zaten oxuyacağam və yəni özümü təkrarlayacağam. Nəysə belə. Bunu gedim 10-15 dəqiqə ərzində təkrarlayım, gəlim. 3 bənd dediyim kimi yarısı, yəni bir bənddə 4 dənə 4, 6, bəzən də 8, 9, 10 cümlə var bəndlərin hər birində. Ümid edirəm ki, asan olar, yəni mənə görə. Mənə bol şans diləyin, bu şeiri gedim öyrənim. Bəli, inşallah qüsursuz danışaram, yəni öyrənərəm. Nəysə, belə. İndi mən çox uzatmayım, vaxtımdan gedir. Gedim indi mən bunu şeiri öyrənim, 10 dəqiqəyə falan, təxminən dəqiqə deməyim. Çünki biraz uzun da ola bilər. Yadımda qalması üçün, yəni baxımdan deyirəm. Nəysə, belə. Dediyim kimi əldə təkrarladım. Gedim mən bu şeiri öyrənim, gəlim, sonra gəldim əlavə hazırlıq, yəni ingiliscə dərslərimi yazacağam. Belə, indi mən gedim gələcəm. Dostlar, mən gəldim. Bu su qabımla yəni fikir verməyin buna. Deyər sonra bu nədir? Nəysə belə. Neynədim? Az dində şeiri öyrəndim. Şükür. Dediyim kimi 2 dəqiqə ilə qaçırdım. Baxdım ki, bir saatda 15:06-da yəni başlatdım vaxtım. İndi 18-dir. Təxminən 12 dəqiqə öyrəndim şeiri. İndi arada təbii ki, yəni dərs yaza özümdə ağlımda onu canlandırıram. Yəni ağlımda onu şeiri oxuyuram, sözləri, bəndləri gözümün qabağına gətirirəm, eləcə oxuyuram. Ümid edirəm ki, sabahları lövhədə çaşmaram. Lövhəyə çıxan kimi mən tək məndə olmur, hər kəsdə olur bu. Yəni bütün sözlər ağlında olan da, yəni düşündüyün də, bildiyi şeydə adamın yadından çıxır. Bu hər yerdə olur, sınaqda olur, imtahanda olur, summativdə, dərsdə, nə bilim, lövhədə falan hər yerdə. Düşünürəm ki, tək məndə də olan şey deyil bu. Burada bayaqdan yəni şeiri dayanmadan danışıram deyə səsim tutula bilər. Yəni boğazım qurudu artıq. 12 dəqiqədə su içmirəm, şeir ancaq danışıram ki, yadımdan çıxmasın. İndi arada təbii ki də şeiri öz içimdə, beynimdə, yəni misraları gözümün qabağına gətirəcəyəm, oxuyacağam və təkrarlayacağam. Nəysə. İndi nə edəcəyim? Düşünürəm ki, indi əlavə fənlər işləyək, çünki artıq bunu bitirmişəm. Hətta sumkama qoyacağam, sumkam altındaydı. Bu arada dostlar, belə bir şey oldu. Yəni məktəb ilk vlogumdan baxanlar bilər. Bu qara ağ idi bu. Bu şey oldu. Qopaldı. Acilən su içməliyim. Dəhşət boğazım quruyur çünki. Yəni bayaq su içmirəm. Evə gəndə su içdi təbii. Yəni dərsdə dayanmadan şeiri oxuduğum üçün, daha çox təkrarladığım üçün boğazım qurudu. Belə. Az tarixi falan belə bunları sabah sıbsağı oxuyacağam. Sumkamızı bura qoyduq. İndi nə edəcəyik? Əlavə fənlərimi gedim gətirim gələm. Dostlar, gördüyünüz kimi bir dağ, belə bu boyda olmasına baxmayın, dağ. Nəysə. İndi nə edir? Burada su qabında su qurtardıq, sonra bir içəmirəm su qabından. Gedəcəm. Getməyə də ərinirəm. Dərd orası, əriniyorum. Nəysə, belə. İndi nə edəcəyəm? Bunları yazacağam. Burada bu dəftər ikisi oxşuyur. Amma bunda şəkillər çəkirəm. Bəzi şəkillər falan çəkmişəm, heç bilmirəm. Yəni burun belə çəkmişəm beləsinə burada. Bilmirəm görünür ya yox beləsinə. Videoda pis görünə bilər, amma realda məncə qəşəng görünür. Boş vaxtında belə, bunu burada eskiz dəftərə olaraq tutdum təbii ki də. Çünki yəni arada qaralama falan kimi, yəni eskiz qaralama falan kimi istifadə edərəm, düşündüm sıxıldığım dərslərdə. Belə, boğazım sistem qurudu, su içməliyəm, acilən deyim kimi ərinirəm. Nəysə, dərslərimi tez bitiririm, sonra sizə anı qutumda nə var onları göstərəcəyəm tez vəzinə. Həmişə videodan 10 neçə dəqiqə olur, istəyirəm bu dəfə 20 neçə falan dəqiqə olsun ki, amma yəni gərəkli şeylər edeyim, təbii ki, ona görə 20 dəqiqə. Bəlkə abunəm artdıqca daha çox beləsinə, necə deyim, yəni challenge'lar falan gələr deyə düşünürəm, qardaşımla falan beləsinə. Nəysə, hələ ki vlog atmağa davam edəcəm, çünki ağlıma başqa video fikri gəlmir. Yəni nə bilim, nə çəkə bilərəm? Vlogdan başqa ağlıma cidden heç nə gəlmir. Bir günlük vlog, axşam vlog, səhər vlog, məktəb vlog, dərs vlog. Ancaq yəni başqa bir vlog var, hazırlıq vlog və s. beləsinə. Çünki ağlıma başqa video gəlmir. Yəni beləsinə. İndi gedim bunları yazım, gəlim. Dostlar, düşündüm ki, azdan işləyim ki, onu bir geçsin, aradan bir sıyırsın o. Bəli, beləsinə. 91 dənə testi. Əlavə işləyirəm bu arada, ənəvələ sənə keçdiyimiz qaydalara görə test işləyirəm hər dəfə evdə. 8-ci sinifində. Yəni hər dəfə keçdiyimiz qaydalara test işləyirəm ki, beynim geliştirim, beynim gelişsin. 91 hər halda 10 neçəsini işləyəcəm. O qədər də yəni işləyəsə axotum varmı, yoxdur bilmirəm. Hər halda az işləyirəm, yəni çox belə işləyəsə, yəni cidden axotum yoxdur. Belə. Hər halda 10 neçəsini işləyəcəm. Əlavə işləyirəm deyə ona görə 10 neçəsini işləyirəm, yəni. Yəni. Nə qədər yəni dedim. Yəni.
beləsinə. İndi gedim mən bu testi yazım, gəlirəm. Təbii ki, yenə arada qısıtlar beləsinə qoyacağam. Bəli dostlar, indi mən testi yazdım. Zaten gördünüz, kəsit də qoydum araya, ben bilmirəm ta necə alındı, necə şey oldu, onu tam bilmirəm. Yazdım beləsinə. Bir səhifədə tutdum. İndi keçəcəm riyaziyyat yazacağam biraz. Görüm riyaziyyatdan, dərsdən nə yadımda qalıb. Biraz təkrarlayacağam yəni. Bir dənə tapşırıq falan belki baxacağam üzündən görüm necə. Yəni tapşırıqların, ya daha doğrusu qayda nəzəriyyələr olur. Əslində o əsasdan, yəni tapşırıqlar eləyirlər o əsasla. Tapşırıq olmur. Çünki o nəzəriyyəyə aid yalnız ya bir tapşırıq olur, ya 2-3 dənə bənzər tapşırıq olur. Qalanları qaydadan kənar olur. Əslində yəni burada məncə bu əslində gərəksiz bir şey. Çünki zaten yəni qaydanı başa salırsınızsa, yəni qaydada o aid tapşırıqlar məncə olmalıdır. Əlavə tapşırığını zaten həll eləməsi biraz çətin ola bilər. Nəysə beləsinə. İndi baxacağam görüm nə yadımda qalıb. Bir də ki, müəllimimiz bizə dedi, oktyabrın ya 12-si ya da 14-ü summativ olacaqmış riyaziyyatdan. Yəni məktəb elə indi açılıb. Bizə indi bismillah eləmişik, amma summativ yazacağıq oktyabra. Hələ var deyərəkdən özümə təsəlli verirəm və qaydaları təkrarlayacağam, yəni gündən günə hər dəfə beləsinə. Nəysə, indi keçəcəm riyaziyyata. Riyaziyyatdan yəni əslində azdır. Neçə dənə tapşırıqda ona baxacağam. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yaxşıdır. İndi gedəcəm bunları yazacağam. Görüm necə, yadımda nə qalıb. Denəz. İndi mən gedim riyaziyyatı yazım, gəldim. Dostlar, dedim ki, bir 5 dəqiqə lütfen fasilə verin. Çünki məktəbdə gələn ancaq dərs işləyirəm. Yəni biraz özümə fasilə verim dedim. Nə yiyəcəm? Burada qoymuşam yanıma. Atışdırmalı məsəl şeylər yiyəcəyəm. Bunlardan var, Nesquik qabı getmişim arasına. Qabın əlaqəsizliyi, Səhrayı və nəysə. Qablardan nə yiyəcəm? Südə töşəcəyəm. Südümüz də burada. Neysə, belə bir 5 dəqiqəlik falan belə mola verəcəm. Çünki sanki məktəbdə dərs işləmədiyimiz kimi gəlib bir evdə bayaqdan dərs işləyirəm. 1 saat falan cidden dərs işləyirəm kəsintisiz olaraq. Neysə, indi nə yiyəcəyik? Kameramızı deyək. Bunları da qoyum. Nə yiyəcəyik? Belə bir qabımız var. Bu qabda nə yeyirik? Təbii ki də. Qazımızın üstünə qoyuruq. Daha sonra südümüzü tökəcəyik. Deyək. Süd salxalayırıq, süd tökürük bunun içinə. Nesib necə bilirsən öyrədirəm. Çox olur sanki neysə. Sonra qazın üstünə qoyacağım. Saçım yanması yaxşı. Neysə, bu beləsinə burada qaynasın. Daha sonra bir dənə kase götürürük. Kase götürüb gəlim. Bəli. Və bir kase götürdüm. İçinə indi bundan tökəcəm. Az tökürəm beləsinə. Biraz da tökürəm. Dərs işləyirəm ki, belki arada film falan. Filmə düşünürəm ki, dərsləri bitəndən sonra baxım. Çünki, yəni, bizim yoxud falan yedim, o da götürdüm, bəlkə qoydum. Şimdi filmə falan baxaram, amma təbii dərsin bitəndən sonra yəni baxacağam. İndi hazırda südümüzün qaynamasını olur. Südümüzün qaynamasını gözləyirəm ki, qaynasın. Hələ ki qaynamıyor. Basırlar, basırışımlar. Ya besmək qatışımlar. Baba yazım yarışımlar. Tak 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 yarışım. Tak tak tak. Enerjili olduklarımız hardan bilinir? Buradan. Yani sınıfa ilk girenin enerji yani olmazdı da yani. Sınıfda hamının sifəti tökülür. Heç kimin enerjisi yoxdur. Biz gedirik. En yakın dostum Zəhra Bacışqımın. Neyse kınseşmeyeyim. Neyse. Gedirik. Qəşəng enerji satırıq ətrafa. İlk dərsdən yəni gülmək olmaz. Yəni məktəbə gedər getmək. Yəni bir gülməyi bir nədən tapdım. Bir dərsdə də yox. Şübhəli. Neyse. Yəni sınıfa giririk. Oturuq falan müəllimə 5 dəqiqə falan arada gec gəlir. Söhbət falan deyib gülürük yəni. Orada bile gülürük də yəni. Səhər saat 7-də yəni toyuq da banlamamış, xoruz da banlamamış bir dənə gülürük. Enerji patlaması yaşayırıq. Gözləyinəsin inşallah. Neyse çok alakasız danışdım. İndi gedim süt qaynasın, sonra burada tökəcəyəm. Beləsinə. Sonra hər halda dərsimə davam edelim riyaziyyata. Beləsinə. Dostlar, dedim ki, bir 5 dəqiqə lütfen fasilə verin. Çünki məktəbdə gələn ancaq dərs işləyirəm. Yəni biraz özümə fasilə verim dedim. Nə yiyəcəm? Burada qoymuşam yanıma. Atışdırmalı məsəl şeylər yiyəcəyəm. Bunlardan var, Nesquik qabı getmişim arasına. Qabın əlaqəsizliyi, Səhrayı və nəysə. Qablardan yiyəcəm, südə töşəcəyəm. Südümüz də burada.
Neysə, belə bir 5 dəqiqəlik falan belə mola verəcəm. Çünki sanki məktəbdə dərs işləmədiyimiz kimi gəlib bir evdə bayaqdan dərs işləyir. 1 saat falan cidden dərs işləyir kəsintisiz olaraq. Neysə, indi nə edəcəyik? Kameramızı dəqiqə. Bunları qoyum. Nə edəcəyik? Belə bir qabımız var. Bu qabda nə edirik? Təbii ki də. Qazımızın üstünə qoyuruq. Daha sonra südümüzü tökəcəyik. Dəqiqə. Salxalayacaq, süd tökürəm içinə. Neyse, necə edirlərsə onu öyrədirəm. Çox olur sanki, neysə. Sonra qazın üstünə qoyacağım. Saçım yanması yaxşı. Neysə, bu beləsinə burada qaynasın. Daha sonra bir dənə kase götürdük. Kase götürüb gəldim. Bəli, və bir kase götürdüm. İçinə indi bundan tökəcəm. Az tökürəm beləsinə. Belə tökürəm. Bunu bəs işləyəcəm ki, belki arada film falan. Filmə düşünürəm ki, dərsləri bitəndən sonra baxmam. Çünki, yəni bizim yoxud falan yedim, o da qaşı götürdüm, bəlkə qoydum. Şimdi filmə falan baxaram, amma təbii dərsin bitəndən sonra yəni baxacağam. İndi hal-hazırda südümüzün qaynamasını gözləyirəm ki, qoy qaynasın. Hələ ki qaynamayıb. Basırlar, basırışırlar. Ya pesmə basırışırlar. Baba yazıyor yarışırlar. Tak 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 yarışır. Tak tak tak. Enerjili olduqlarımız hardan bilinir? Buradan. Yəni sinifə ilk girənin enerji yəni olmazdı da, yəni. Sinifdə hamının sifəti tökülür. Heç kimin enerjisi yoxdur. Biz gedirik. Ən yaxın dostum Zəhra Bakışqımın. Neysə, konseçməyim. Neysə, gedirik, qəşəng enerji satırıq ətrafa. İlk dərsdən yəni gülmək olmaz. Yəni məktəbə gedər getmək, yəni bir gülməyi bir nədən tapır. Bir dərsdə də yox. Şübhəli. Neysə, yəni sinifə giririk, oturuq falan müəllimə 5 dəqiqə falan arada gec gəlir. Söhbət falan deyib gülürük, yəni orada belə gülürük də, yəni. Səhər saat 7-də, yəni toyuq da banlamamış, xoruz da banlamamış bir dənə gülürük. Enerji patlaması yaşayırıq. Gözləyməsin inşallah. Neyse, çok alakasız danıştım. İndi gedim, süt qaynasın, sonra bu tökəcəyəm. Beləsinə. Sonra hər halda dərsime devam ederim riyaziyyata. Beləsinə. Bəli dostlar, indi Nesquik ikimizi yeyə dərs oxuyacağıq. Qarışdırıram bu arada, çünki qarışdırmada yapış-yapış olur. Çox gözəl hisdir. Sanki südün az eləmişəm bir düşün. Ay, qıçım yandı. Burada ayağım üstə qoymuşdum. Düşünürəm ki, südün az eləmişəm, çünki yaxaya normaldır. Ne yiyəcəyik təbii ki də. Riyaziyyatı bir kənara qoyuruq. Təbii ki, indilik, çünki yemək yiyəcəyəm. Yəni atışdırma falan yiyəcəyəm biraz. Sonra dərsə davam edəcəm. Çünki cidden bir saat aralıqsız falan dərs işləyirəm. Bunda bir ödülləndirməsi olar deyə düşünüyorum. Yəni əslində kitab almaq istəyirəm. Belki Altı Bazar falan kitab aldım. Çünki yəni son dəfə yayda kitab oxuyurdum. O da oxuduğum ətik kitabını birazdan göstərərəm. Jack London'un kitabıydı. Son dəfə yayda kitab oxudum. Yəni bir günə, 2-3 günə məncə 2 günə bitiririm kitablarını. 2-3 günə falan belə. İşim çıxanda da onları saymasaq 2 günə yəni kitabı bitirirəm net. 100 neçə səviyyəli kitab heç oxumamışam. 100 neçə deyəndə 200 neçə daha doğru kitab heç oxumamışam. Belə qalın, bədii kitablar falan onları oxumamışam. Ancaq belə necə deyim, uşaqsı belə tərzində nağıllar. Bəlkə düşünürəm ki, bir dənə Azərbaycan yazıcısı var idi. Adı yadımdan çıxdı. Şu an cidden yadımdan çıxdı. Hər dəfə yoxsa hər dəfə ağzımda olur. Yəni Elxan Elatda, hə. O yadıma düşdü. Onun 1-2 dənə kitabı var. Onlardan istəyirəm. Mənim dostumun bir dənə anası oxuyurmuş. İndi kitabları evdədir. Deyir, istədiyin zaman gəlib götürə bilərsən, oxumaq istəsən. İstəyirəm əslində Elxan Elatdın kitablarını da oxumaq. Yəni beləsinə. İndi mən gedim. Bunu yeyim. Gəldim. Dostlar, mən yedim. Yemeğimi yedim. Yedim de yani Nesquik'imi yedim atıştırma olarak. İndi keçdiyim riyaziyyata yazacağım. Tabii başa düşməyən tapşırıqlar da var burada. Yəni unutduğum bir şey var. Neysə, belə. İndi gedim riyaziyyata yazacağım. Bəlkə ola bilsin ki, araya kəsitlər qoya bilməyim. Çünki yəni hesabat falan eləyəcəm, fikrim yayınacaq. Neysə, beləsinə. Bir də riyaziyyatı bitirəndə nədən adı videonu başlayacağım. Saatı deyim var da, saat 17:05-dir. 37-də mən yemək yedim, elədim. Təxmini bir 10 dəqiqə keçər deyə düşünürəm. 10 dəqiqə, 15 dəqiqə beləsinə. Neysə, indi gedim mən riyaziyyatı yazım, gəlim. Sonra bəlkə ingilis dilindən oxuyacağam. Belə. Neysə, indi mən gedim tapşırıqlarımı yazıb gəldim. Riyaziyyatı yazdım, gəldim. Burada hava biraz artıq necə deyim, yəni axşam olmağa başlayır. Bu zaman buna görə yəni biraz işıq azala bilər. Yəni axşam olur artıq ona görə. Neysə, beləsinə riyaziyyatı yazdım, bitirdim. İndi keçəcəm ingilis dilini oxuyacağam, lüğət var, onu oxuyacağam. Daha sonra hər halda düşünürəm ki, videonu sonlandıraram. Çünki yəni bu məktəbdən sonra vlogdur. Yəni məktəbdən sonra hər halda dərslərimi edirəm, yemək falan yeyirəm, beləsinə. Bəlkə
düşünürəm ki, vlog davam etdirib başqa şey də eləyə bilərəm, amma bilmirəm tam dəqiq. Yəni bunu hələ ki, yəni deyirəm, hələ ki axşam, yəni məktəbdən sonra vlog olaraq istəyirəm bunu elətdirim. Çünki yəni axşam vlogu bəlkə başqa bir zaman çəkərəm deyə düşünürəm. Nəysə beləsinə rezatı bitirdim. Yəni getdim ingilis dilində lüğət oxuyacağam və 2 dənə də tapşırığım var, onları yazacağam. Beləsinə nəysə indi mən gedim ingilis dilindən lüğətimi öyrənim, gəlim, sonra videonu başladım. Bu arada çünki bu videoda ancaq yəni danışdım. Və də danışacaqdım sadəcə. Amma düşündüm ki, bu videoda çox danışdım. Yəni heç bir hərəkət falan etmədim, sadəcə danışdım. Bir də dərs elədim. Yəni dərs vloqda nə edəcəyini heç bir haqqında fikrim yox. Baxmışam bir-iki videolar falan baxırdım. Amma yəni necə haqqında heç bir fikrim yoxdur cidden. Nəysə beləsinə indi mən gəldim dediyim kimi ingilisini oxuyum, sonra videonu başladım. Qaralaşdırarıq. Görək nə edə bilərəm. Məktəbdən sonra əslində mən həmişə dərslərimi yazandan sonra başımı qoyub biraz dincəlirəm. Hər halda indi də elə eləyərəm. Sonra videonu başladıram, axşam yeməyimi yeyərəm, sonra yenə videonu bağlayaram deyə düşünürəm. Nəysə belə. Mən gedim ingilisini oxuyum, gəlirəm. Dostlar mənim dərslərim bitdi. İndi nə edəcəm? Sabahları rəsm dərsimiz var və buna görə mən karandaşlarımı, renkli qələmlərimi və s. onları düzənləyəcəm. Nə edəcəm? İlk öncə sumkamı deyirəm bir toparlayım çünki yəni içində hər şey var, paralarım. Yəni içində dəhşət çox hər şey var, yəni qarma-qarışıq falan olub. Dedim onları bir düzənləyim. Burada dərsliklərim var, kitab sumkalarım falan var dediyim kimi. Salfetkam, burada su qabımı qoyuram yəni bunu. İndi nə edəcəm? Renkli karandaşlarımı qoyacağam. İlk öncə. Burada nəysə. Nə yaparım? Rəsm albomu çıxarırım. Pardon. Rəsm albomu hələ ki heç nə çəkməmişəm. Çünki yəni ilk dərsimizdə, yəni ilk rəsm çəkməmişəm hələ yəni. Bir bunu ikinci də amma heç nə falan çəkməmişəm. Yəni çünki onda boşdur. Bunu sevərək alıb çox qəşəngdir. Görünüş beləsinə. Neçə vərəq? 60 vərəqdir. Mən bunu bir il ərzində, yəni işlədib bitirərəm. Hətta ikincisində belə keçərəm yəni. Çünki çox rəsm çəkirəm mən. Nə bilim yəni evdə falan çəkirəm, məktəbdə çəkirəm. Məktəbdə çox da çəkmirəm çünki axotum olmadı. 45 dəqiqə çatdıramırıq. Yəni bir dənə rəsmi mən ona aydınlıq gətirdim. Beləsinə. İndi nə edəcəm? Karandaşlama falan qoyacağam. İkinci göstərim. Rəng karandaş olaraq bunlara, bu qələm olaraq bunlara qıracağam. Evet, burada iki dənəsi yazmır. Qırmızı ilə qara. Qara ilə rəsm çəkmişəm. Yəni qara qələmin üstünə kəsmişəm. Ona görə qutarıb qırmızı qələmdə rəsm çəkmişdim. 27 sentябr falan ona görə. Məncə bitir. Amma qalanları işləyir. Bunlardan ad günü almışdım. Dostum, arkadaşım, bacım. Neyse beləsinə. İndi keçirəm rəng karandaşlarımı. Rəng karandaşlarımı burdadır həmçinə. Şey yazmaq üçün görəndə birinci siniflər indi bilmirəm, yəni birisi yox. İkinci ya da birinci siniflər yəni qələmqabın içinə gətirirlər qələm rəngli karandaşlarını falan çox qəşəngdir. Qoyurlar yəni masaların üstünə nə lazımdır götürürlər özləri üçün. Bizim əslində rəng karandaş parası axotum yoxsa səs etməməsi hər bundan sonra öz yəni rəng karandaşlarını falan gətirsin ki, sonra o buradan bunu istəməsin, bu buradan bunu istəməsin falan. Ona görə öz üçün aparım. Bu illəri rəngli karandaş almadım. Keçən il çünki keçən illər 2025-ci ilin sonlarında, yəni 7 il sonunda katı karandaşlar almışdım. Ona görə yəni yeterince karandaşım var diyərekdən anam aldırmadım. Amma 8 il sonlarında, ortalarında yəni ikinci yarımda alarım deyə düşündüm. Çünki mən bunları bitirərəm. Yəni belə. Biri bunlar incədir beləsinə. Bir də keçən ilkilərim var. Belə qalın. Məsələn qalın heç bir rəng gəlmirəm. Rəngi əslində heç fərqi olmur. Yəni deyim belə arıq olsun, kök olsun rəngi. Yəni məncə heç fərq eləmir. Yəni həm belə, həm belə. İkisini də yazıram yəni rəngi nöqtə toxusu. Yemək görə fərq eləmir. Bəzi adamlar olur ki, sırf incə ilə yazmaq istəyirlər, amma fərq yoxdur. Bunlar gözlə göstərim. Bir tane daha açdım. Bu üçü, 3 şahs. Metrikacı balıq kimisində var. Bunlar 2024-dən qalma sağ çıxanlardır. Çünki yəni ət rəngində karandaş əvvəl yəni bu iki rəng, iki ya da ağ ya da ət rəngindən ikisi də ola bilər. Yəni mən həmişə istəyirəm ki, mən yəni karandaşın əvvəl rəng karandaşın ağ çıxmırdı. Ağ və ət rəngi nadir hallarda tapılır, çıxırdı. Yəni mənim fikrimcə şəxsən eləncə idim. Mən də həmişə istəyirəm ki, ağ və ət rəngi çıxsın. Hətta belə bir video qabaq açmışdım ki, uşaq vaxtı hansı bir uşağa ağ ya da ət rəngi çıxanda o uşaq dediyim seçilir yəni sinifdə. Yəni mən istəyirəm ki, uşaq vaxtında yəni həmişə istəyirəm ki, ağ və ət rəngi karandaşım olsun. Çünki ət rəngi karandaşı yəni çox da belə daha çox nadir hallarda ağdır. Yəni ağ bəzən tapılır. Amma indicə hər rəng var. Səhv eləmirəm. Yəni soft rəng, ara rənglər, bir də ana rənglər var. Yəni hər ikisi də var. Amma əvvəl ağ rəng yəni biraz necə deyim, az tapılırdı da, yəni elə düşünürəm mən. Düşünürdüm. Amma indicə hər rəng var, yəni hər rəng çıxır. Sinifdə məsələn ağ rəng karandaşı olan uşağa yəni məncə müəttəl baxırdığında yəni çox şanslı uşaq kimi sayılır. Yəni bizim ağlımızda elə sayılır, yəni bilmirəm. Nəysə çox danışdım boş-boş. İndi gedim bunları karandaş qabıma qoyum gəldi. Dostlar 2 il bundan qabağın qələm qapısını belə saxlamışam. 6-cı sinifdə almışdım bunu beləsinə. İşte belə. Bunun üçün karandaşlarımı qoyacağam. İlk öncə incələri qoyacağam. Belə. Çox qəşəng amma bu. Ana əslində qələm qabı aldırmayacaqdım anama. Sonra da deyim ki, aldım qoy. Bizim müşahidə baxın bəyənsək içi belə buradan görünəndir. İçi bu belə. Bura rəng karandaş şey qoyacağam. Yəni ona da pozan falan qoyacağım. Pozan falan daşımadım. İndi sıra keçdim. Deyək bunlar köklərə. Olanlar belə. Mən bunları təbii evə gəlsə boşaldıram yerinə. Sonra gəlin həftənin 5-ci günü yadımdan çıxır mənim karandaş gətirməm. Yəni hər dəfə belə olur. Yəni karandaş aparıram. Okey, birinci gün, ikinci gün yadımdan çıxır, aparıram, unuduram. Nəysə belə. Bunu da belə qoydum. Ekstradan sadə karandaş qoyum mu? Bunu yontacağım.
Qoyun məncə lazım olar arada. Arada. Burada mən heç kimə satqan düşməyə xoşlanmıram. Hər öz üçün gətirsin bir zəhmət yəni. Bu nə qanun qaydadır belə. Girmiş, bura qoydum. Sonra nə qoyum? Və bir 05 uclu qələmim var, onu qoyacağım. İçindəki uc qutarıb. Özümə 07 uclu qələm almaq istəyirəm. Əslində varımdır, sadəcə ucu yoxdur, uc alacağım. Girmiş. Baxın göstərim hətta. Pompon purini keçən illər almışdım. Ucu qutardı, ucu maalesef işlədəmirəm. Bəlkə sabah məktəb çıxışı uc aldım. Çıxışı uc aldım. Bəli. Belə. Ay, burada var imiş ki. Şu an vaxt boş-boşuna gedir yəni. Hiss olmaz. Saldım. Ay, qırdım. Yarıya gedir, yarıdan sonra getmir. Acaba neden? Ay, qırdım yenə. Bu necə getmişim? Getmiş. Niye gitmiyorsun? Neyse dostlar, bence bu salım gəldim. Neyse dostlar, fikirləşdim 05'i götürməm, 07'ni götürməm. Çünki yoldaşımda 07 ucu var. Yəni ondan götürərəm deyə bunu götürürəm. Girmiş. Niyə girmir oldu? Bu qələmlər hansını götürürüm əlimdə qalır. Neyse belə. Apşım, bunu götürəcəm. Qoyacağım sumkamı sabaha yoldaşıma götürərəm. Diye düşünürəm. Belə. Bu qələm qapına qoyacağım bu arada buna. Qələm qapını çox dolu elədim. Bunu qoyacağım evə. Çox bir şey götürmək istəmirəm. Bunlar niyə belə olur? Ben çamur sabah məktəb çıxışı uzun qələm aldım özümə. Amma bizim məktəbdə bir yer var, məktəbin yanında daha doğrusu İnci yer var, oradan alaram diye düşündüm. Amma orada da Hello Kitty falan var. Belki Əhmədiyyə götürəcək eğer gəlin şəhərəm. Orada premium var, oradan da alabilirim. Orada çox şeyler var bu arada. Yəni bilmirəm. Belə. Bu günləri bu yuxarıda. Sabahki 2 dənə kaşla kaparım. Burada renkli karandaşlar falan var. Burada ise beləsinə işte şeyler var. İşte o şeyler. Renkli karandaşlar, adi kalem falan. Düşündüm. Əlavə olarak da bunlardan yaparım. Belə doldurdum. Her şeyden var yani, her şeyden bol. Burada saat 18:19'du. Ben size yadıma düştü saatdə deyəcəm sizə. Yeməkdən sonra ben bunları edirəm yani, cidden deyirəm. Yəni sırf video amaçlı demirəm. Cidden bunları edirəm. Belə doldurdum. Burada beləsinə qələmlərim də var. Bunlardan da götürə bilərəm, amma yox istəmirəm. Həqiqətən açıq sağ götürəcəm. Bu kartokuma qoyacağım. Hər şeyi yüklədim buraya heç nə olmaz. Belə. Bunlar çönümdə sumkan qabaq cibinə atacağam. Belə. Bunlar mənim elə bil ki, sabahçı tətil və sənət şeylərimdir. Yemək pişirəcəklərim. Belə. İndi nə edəcəm? Düşünürəm ki, indi gələcəm biraz çay içərəm, sonra televizora baxaram, biraz başımı qoyub yatacağam çünki başım ağrıyır. Həm də bu gün saat 6:45-də durmuşam. Yəni bizdən gözlənilməyən iş 6:45-də 6, nə bilim, 6-da idi hər şey falan. Məktəbin vaxtı tez keçməsini istəyirdim qarşı. Belə. Burada pozanım beləsi sarı, bir də bu var. Hansını aparım? Məktəbə heç bunu aparmışdım. Bunu həmişə bundan aparım. Çünki yəni arada lazım olur. İndi sizə bir şey göstərəcəm. Belə dostlar, dərslərim bitdi. İndi düşünürəm ki, biraz havaya çıxım. Havaya çıxım, yəni balkona çıxacağam, biraz hava alacağam. Çünki yəni məktəbdən evə gələndən ancaq ev çox pislik burada. Ancaq evdəyəm, yəni heç yəni çölə falan çıxmadım. Marketə falan getmədim. Yəni indi havaya baxsam, çox qışın səhərində. Bu arada mən məktəbə gedəndə hava çox, yəni səhər çağına başa çünki hava isti oldu, corab geyindim. Yaxşı ki corab geyinmişəm, amma indi baxıram hava biraz sərin oldu axşam saat. Sabah da belə olsa yenə sabah corab geyinəcəyəm. Belə. Pəncərəyə indi bağlayım. Evdə mənim balkondan baxacağam. Çünki yəni cidden bayaqdan ancaq bu otaqdayam, çölə falan çıxmıram. Oy, hava çox qəşəngmiş. Hava necə göstərəcəyim və hava məncə çox qəşəngdir. Tam belə yəni payız havasıdır. Dışarı çıxmaq hava dərsində. Hava belə göstərirəm da nə qədər görsüz görün də yəni. Əslində çox sərin havadır. Qəşəng yəni tam payız havası, yəni çölə çıxmaq havadır. Marketə getmək istəyirəm, amma bilmirəm tam dəqiq. Neysə belə içəri girəcəyəm. Və dərslərimə davam edəcəyəm. Bu arada otağın ışığı sarıdır. Çünki atam ağ ışığına sarı ışıq səs alıb. Yəni üstünə ağ ışıq yazmayın, sarı ışıq yazıblar. Yox, ağ ışıq yerinə, sarı ışığın yerinə ağ ışıq yazıblar. Atam da elə bilir. Odur, gəlsə kartqal səpçimdir. Ona görə ışıqlarımız sarıdır. Və əslində sarı ışıq olmaq çox pis. Çünki diqqət dağınıqlığı ola biliyor. Yəni belə.
İndi mən tapşırıqlarıma baxdım və gördüm ki, mənim yazılası 3 dənə tapşırığım var. Onları da yazacağam ingilis dilindən. Belə. Sabahlar düşünürəm ki, məktəb vlogu çəkim. Sizə necə fikirdir? Ya da ki, bir günlük vlog çəkim. Çünki yəni sabahları həm xalamgilə gedəcəyəm, yəni hazırlıq üçün. Daha doğrusu əmin yoldaşı ingilisdən keçəcək mənə. Nəysə belə, həm ora gedəcəm, həm məktəbdən qayıdacağam. Ya, yəni nəysə beləncə düşünürəm ki, bəlkə sabahlar məktəbə gedəndə vlog çəkim. Amma bilmirəm başlığında danışaram ya danışmaram. Çünki evdə hər kəs oyaq olur deyə. Daha sonra yatır, anam falan yatır. Mən oyaq olurum, atam oyaq olur, anam bəzən oyaq olur. Yəni bəzən məktəb forma falan geyinəndə çəkərəm deyə düşünürəm. Belə. Məktəbə gedəndə hər halda çəkə bilmərəm. Çünki yəni məktəbə telefon aparmıram. Hələ ki aparmıram. Bəlkə 1-2 belə həftə ya da 2-3 elə həftə keçsin. Telefonumu aparacağım, sinif rəhbərimə verəcəm. Bir də dərs çıxışı götürəcəyəm. Çox gözəl. Əsas cəmaət sumkasına qoyub gətirir. Onlar tutulmur amma biz tutuluruq yəni. Çünki direktor bəzən gəlir sumkalarımızı yoxlayacaqmış kimi eşitdik. Yəni istəmirəm ki, yəni sumkamdan çıxsın, pis olum. Yəni istəmirəm. Nəysə belə. İndi mən gedim ingilislə sonradan belə əmələ gələn hokus pokus edib əmələ ortaya çıxan tapşırıqlarımı yazım. Sonra çay içərəm. Belə. İndi mən gedib tapşırıqlarımı yazım, gəlirəm. Dostlar, mən tapşırıqlarımı bitirdim artıq. İndi axşam yeməğini yiyəcəyəm və düşündüm ki, vloqa sonlandırım. Burada saat deyim. Saat 19:38'dir. Artıq düşündüm ki, vlogu sonlandırım. Çünki yəni dərs çalışıb məktəbdən sonra vlogu yəni nə edirəmsə, onları çəkdim sadəcə. Nə etdim? Dərslərimi falan yazdım. Günorta yeməğini yedim. Biraz dərsdə falan mola verdim, atıştırma falan yedim. Neysə belə. İndi gedəcəm, axşam yeməğini yeyəcəm. Dedim vlogu sonlandırım. Belə, ümid edirəm ki, vlog bəyənmişsinizdir. Sağ olun. Hələlik.